Hər vaxtınız xeyir olsun, əziz dostlar. Bugünkü mövzumuz niyə səndən istifadə edirlər? Heç fikir vermisən, bəzi insanlar hamıya yox deyə bilmir. Amma sənə gələndə hər şeyi rahatlıqla istəyirlər. Niyə? Problem sənin xeyirxahlığında deyil. Ən böyük səhv odur ki, biz sərhəd qoya bilmirik. Sərhəd qoymamağın da səbəbi odur ki, biz düşünürük, əgər yox desək, inciyərlər, küsərlər və bununla biz hər şeyə razı oluruq. Və qarşı tərəfdə düşünür ki, okey, əgər bu insan hər şey razıdırsa, mümkün qədər bundan istifadə edim də. Həyatımda olub təbii ki, belə insanlar. Mən də sərhəd qoya bilməmişəm. Mənim zəif yerim o əslində. Bu mənim əslində uşaqdan öyrədiblər mənə. Sanki yox desəm gedəcəklər məndən. Yaxud da ki, o insan belə mənə dostluq eləməyəcək. Mən düşünürəm ki, bu mənim dəyərsizliyim olub. Özümə dəyər verməmişəm kifayət qədər. Ki, hər şey razı olmuşam. Bəzilərimiz bəzən istəməsək belə içərdən, yəni yorğun oluruq, yenə də hə deyirik. Bəzən elə bizdən ən yaxınlarımız istifadə edir. Bəzən yox, çox hallarda məhz belə olur. Bəs sual yaranır onda. İnsanlar niyə istifadə edir? Əslində onlar pis deyil. Sadəcə onlar görürlər ki, sən heç vaxt yox demirsən. Və buna bir növ öyrəşirlər. Nəticədə də sənin xeyirxahlığından, ürəyi təmizliyindən istifadə edirlər. Məndə necə olmuşdu? Mən qısa bir istəyərdim özümdən misal gətireyim. Bir tanışım vardı. Görürdü ki, razı oluram. Sonra əslində mən ondan heç dostluq da istəməmişəm. Yəni mən elə bir insanam ki, dostluğu çox seçirəm. Kimlə edim, kimlə etməyim. Artıq o yaşda deyirəm ki, hər gələnlə dostluq edim. Mən bir gün ona yox dedim, dedim alınmır da məndə. Və sonra eşitdim ki, o insan heç mən olan yerə gəlmək istəmir. Dedim, okey. Mənim heç kimə ehtiyacım yoxdur. Mən yetərli bir şəxsəm də, yəni özüm hər bir şey problemimi həll edə bilər şəxsəm. Nəticə nə oldu? Nəticə oldu ki, sən artıq belə deyim də, necə deyim ki sizə, yəni görəndə ki, artıq səndən bir xeyir gəlmir, onlar avtomatik olaraq həyatından çıxırlar. Deməli, bu insanlar başından səni sevməyiblər. Sadəcə sənin ürək təmizliyindən, xeyirxahlığından istifadə edirlər. Yəni, sən ancaq lazım olanda, yalnız nəsə istəyəndə sənə zəng edirlər, o qardaşım, o dostum deyirlər. Əgər sənin içərdə itirməkdən qorxun olmasa ki, o insan olmasa da okeydir.
o zaman sən rahat yox deyə bilərsən. Əgər sən hardasa bir qəlbin dərin bir hissəsində qorxursan ki, birdən o insan səndən kontaktını kəsər, istəməz, o zaman sən yox deyə bilməyəcəksən və o insan səndən mümkün qədər çox istifadə edəcək və yalnız sonunda da artıq bezib məcbur qalacaqsan ki, tam olaraq o insandan uzaqlaşasan. İnşallah bu həddə çatdırmazsan. Bunu necə dəyişmək olar? Kiçik şeylərdən başlaya bilərsən. Yəni, vicdan əzabı çəkmədən yox deyə bilərsən. Yəni, bir şeyi unutma. Səni həqiqətən sevən insan sənin sərhədlərinə hörmət edəcək. Sən yox desən belə, o səni başa düşəcək. Səni qınamayacaq. Demə eləmədin falan, dostluğu kəsməyəcək səndən. Əgər təbii ki, bu insan sənin dostundur, yaxud da ki, qohumundur, fərq etmir. Əgər o insan görsən ki, uzaqlaşır, deməli, o insan başdan səni, yəni, ya qohum kimi, ya dost kimi, yaxud da ki, bir sidaş kimi görməyib. Yalnız səni öz istifadə biləcək bir obyekt kimi görüb ki, ondan mənə xeyir güdə bilər, nə ala bilərəm, anlata bilirəm. Bu, o insanlar çox təhlükəli insanlardır. Çalışın, ümumiyyətlə, insanları oxumağı öyrənin. Başdan ki, sonra xəyal qırıltırı olsun. Nə dildir ona? İnsan sonra sönür hər şeydən. Ona çatdırmayaq sözünüzü. Hər kəsi xoşbəxt etməyə çalışsan, bir gün özünü itirəcəksən. Yəni, çalışsan ki, hər kəsə yaxşı olasan, hər kəsin qəlbini qırmayasan. Bir gün görəcəksən ki, elə qəlbi qırıqsan, sən olacaqsan. Tək qalacaqsan. Ona görə də dediyim kimi, əziz dost, başdan öz sərhədlərini qoymağa bacar. Yəni, özünə o qədər hörmət et ki, insanlar da səni hörmət eləsin. Biz başa düşmə. Özünə hörmət o deməkdir ki, yəni özünə o qədər dəyər verirsən ki, qoymursan ki, başqa insanlar gəlsin, səndən bir növ istifadə eləsin. Bu hörmətdir. Biz bəzən bu sözü biz tərəfə yozuruq. Yəni, sən özünə hörmət edəndə avtomatik olaraq qarşı tərəf də səni hörmət edəcək. Görəcək ki, bundan istifadə eləmək olmaz. Yəni, bir növ o sərt xarakterini göstərməlisən. Bunsuz mümkün deyil. Heç, yəni, münasibətdə də mümkün deyil. Dostluqda da mümkün deyil. Əgər bura qədər izlədinsə, əziz dost, bu videonu dostuna göndər, tanışlarına göndər. Mümkün qədər yay, komment yaz, bəyəndi düyməsini bas ki, başqaları da görsün. Alqoritm avtomatik olaraq başqalarını da göstərir lazım olan insanlara. Və növbəti videolarda görüşmək ümidi ilə özünə yaxşı bax.